Sosial yardım alan ailələrin bank hesablarına yaxın günlərdə birdəfəlik 200 manat köçürüləcək. Prezident İlham Əliyevin az təminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında bugünkü sərəncamı 76 min az təminatlı ailəni əhatə edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni, başqa sözlə 335.200 nəfəri əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq. Nazirlik birdəfəlik yardımları ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürəcək. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamında Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.